Sabaha olan hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Qeyd eləyək ki, iyunun 17-sinə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 16-sından 17-sinə keçən gecə və səhər bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21 dərəcə isti, gündüz isə 25-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal edilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-20 dərəcə isti, gündüz isə 25-30 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-9 dərəcə isti, gündüz isə 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.